Dostlar, salam. Günün hansı saatında bizi izləyirsinizsə, hər vaxtınız xeyir olsun. Hər şey şunasa xoş gəldiniz. Bugünkü qonağım çox maraqlı biridir. Çox rəngli biridir mənə görə. Mən onu izləyirəm, musiqilərini dinləyirəm. Bugünkü qonağım ölkəmizi beynəlxalq səviyyədə təmsil edən pianoçu, milli qürurumuz Etibar Əsədli. Etibar. Sağ ol. Dostlar, gürültülü axşam vaxtıdır deyə bu nə alqış? Xoş gəldin. Necəsən? Əlayam. Dəvətə görə xüsusi təşəkkür edirəm. İnanıram ki, biz bayaq dediyimiz kimi o 2-3 ildir mən danışmamışam. Bəli. Son illərdə və bu mənim üçün özümə də maraqlı bir challenge-dir ki, görək necə ifadə edə bilərik özümüzü. Etibar, çox qəlibləşmiş bir fikir formalaşıb son dövrlərdə cəmiyyətdə ki, coğrafiya qədər qismətdir məsələsi. Bəziləri deyir ki, əşi bu tənbəllərin uydurduğu bəhanədir. Bəziləri də deyir ki, bu reallıqdır. Mən də düşünürəm ki, məsələn, 17 yaşında İhsan Laran əgər Parisə köçməsəydi, Əlcəzairdə qalsaydı, İhsan Laran olardımı? 17 yaşında köçməsəydi, Dior onu orada kəşf eləyərdimi? Azərbaycanda pianoçu olmaq və Parisdə pianoçu olmaq arasında hansı kəskin fərqlər var? Yəni belə deyək də, bu biraz qismət məsələsinə gedir də. Biz qismətə inanırıq yoxsa inanmırıq? Yəni biz düşündüyümüzü yaşayırıq yoxsa yaşadığımızı tamaşa eləyirik? Elədir. Mən də belə düşünürəm. Səndə bəs hansıdır? Mən bu ikisinin arasında həmişə gedib gəlirəm. Mənim oyunum bu ikisinin arasındadır onsuz da. Yəni mən bilmirəm indi bu dəqiqə bu artıq yazılmış bir şeyə mən tamaşa eləyirəm yoxsa mən bunu yaradıram. Məsələn, mən qismətə inanmıram. Çünki əvvəldən yazılmış bir qismət varsa, mən hər zaman sorğuluyuram ki, okey, niyə sorğulanırıq onda? Əgər mən əvvəldən seçilmişəmsə bəlli bir həyat ssenarisinə, onda mən niyə həyatın sonunda sorğulanıram? Bunu hər zaman düşünürəm. Amma bir dənə maraqlı bir söz eşitmişdim ki, deyir, biraz çay axınında insanlar, məsələn, biz hamımız bir yerdə axırıq, istiqamət eynidir, amma sən o axa-axa pozisiyaları dəyişə bilirsən. Bəlkə də elədir. Bəlkə də elə bir şeydir ki, biz bir axındayıq, bir şeylər yazılıb, o yol yazılıb, amma bəlkə biz pozisiyalarımızı burada dəyişə bilərik. Dəyişə biləriyə daha çox inanmaq istəyirəm. Çünki dəyişə bilməsək artıq bizim üçün sanki yalnız oturub tamaşa eləmək qalır. Amma tamaşa eləmək də o deyil ha. Mənim qismətim yazılıb, mən evdə oturum. Nə olacaq? Elə deyil. Onsuz da sən nə yazılıbsa, sən onu eləyirsən. Yəni eləməkdə davam edirsən. Bu biraz dəyişib illərlə səndə bu fikir, biraz sanki yontulub kimi hiss edirəm. Hə, çox dəyişib. Yəni hər saniyədə o nəsə bir necəsə dilemmada qalırıq da. Bu həyatın maraqlı olmasının ən birinci şeyi mənim üçün odur ki, biz bilmirik. Tapa da bilmirik. Tapanlara bəzən inanırıq, bəzən oxşadırıq, bəzən. Yəni heç nəyə sübut olmadığına görə məncə yaşamağın ən maraqlı şeyi elə odur ki, bu nədir? Gözləntidə qalırıq hər zaman. Yaxşı, onda tamamilə rasional baxsaq, Azərbaycandakı indi musiqi mühitində pianoçu olmaqla Parisdəki musiqi mühitində pianoçu arasında hansı fərqlər var? Sənə nə qazandırıb bu? Mən fransız bir pianoçu olsaydım, mən orada 100 pianoçunun təkrarı ola bilərdim. Mənim Azərbaycanlı olmağımın ən böyük üstünlüyü odur ki, mən ora pianoçu və muğamları bilən pianoçu kimi gəlmişəm. Hansı ki, onlar üçün bu tamamilə başqa bir musiqi janrıdır. Çox uzaq, tanınmamış bir musiqi janrıdır. Bunu da mən özüm seçməmişəm. Yəni, amma səni seçilən edir o mühitdə? Edir, təbii ki, edir. Yəni, məktəbdə oxuduğum vaxtda, mən magistr orada oxumuşam, caz üzrə. Bu arada onu deyim ki, Bakıda caz təhsili olmadığına görə mən Parisə getmişdim. Və 11 il keçib, hələ də yoxdur. Biraz o məni narahat eləyir. Amma necəsə Bakı caz şəhəridir. Hardan olmuşuq, necə olmuşuq? Amma yenə təhsilimiz yox. Vaqif Mustafazadə, Əzizə Mustafazadə, Rafiq Babayev, Tofiq Quliyev və ondan sonra gələn pianoçular, bəstəkarlar və yaxud da ifaçılar
onların sayəsində Bakı caz şəhərinə çevrilir. Çünki bizim çox zəngin, yəni mədəniyyətimiz var da. Bilmirəm biz onu nə qədər anlayırıq, amma mən onu çıxandan sonra daha çox yəqin ki, dəyərini orada başa düşdüm. Çünki sən gəlirsən Əlvi bir dənə muğam fraz eləyəndə artıq bütün pianoçular çönüb belə baxır ki, yəni bu neynədir də? Biz bunu heç bir təhsil sistemində öyrənməmişik bu texnikanı və s. Ona görə məni fərqləndirən ən böyük cəhət elə Azərbaycanlı olmağımdır və belə deyim də, yəni mənim üçün karyeranı Avropada davam eləmək və bu musiqini ifa eləmək sanki elə bir ki, mən laylalarım muğam olub, mənim atam xanəndə olub axı. Bilirəm. Və o nağıllar əvəzinə mənim üçün muğam oxuyub və mən də ən yaxşı bildiyim bir şeyə çevrilib də bu, elə bir ki, mənim içimdə o yaşayır və avtomatik mən bu musiqini təbliğ eləyə bilərəm. Mən bu dəqiqə gedib Amerikada və yaxud da Avropada başqa bir caz janrı, Latin caz məsələn mən yəni elə təcrübədə olub. Yəni mən bu eləmişəm. Biz 4 il Rast qrupunda olanda nə qədər Latin caz tərzində, janrında nə bilim belə şeylər eləyirdik. Jazz Centerdə çoxlu Latin cazlardan standartlara müraciət eləyirdik falan. Amma mən düşünmürəm ki, mən Latin cazı üçün gəlmişəm də. Yəni mən sırf mənim uşaqlıqdan Vaqif Musafazadənin kaseti ilə böyümüşəm. Yəni bunu mən təbliğ eləyə bilərəm də. Ən yaxşı tanıdığım budur. Ona görə o üstünlüyü mən deyərdim, sizin sualınıza gəlim. O üstünlüyü orada hiss eləyirəm və bununla çox böyük fəxr eləyirəm. İnkişaf üçün getmək şərtdir. Mənim кейsimdə, mənim tərəfdən mən deyərdim hə. Çünki məndə belə olub. Amma deyə bilmərəm ki, burada yaşayan musiqiçilər inkişaf eləməyib. Onlar da eləyib. Yəni internet dövründə biraz daha rahatdır da, əlçatandır informasiyalar. Amma nə əlçatan deyil internetdə, o yer. O mənada demirəm. Məsələn, o ambiyans, o caz klubun ambiyansı olsun, o teatrın ambiyansı olsun, o insanların səni diqqətlə dinləməsi. Sən bir konsertdə bir fraz eləyirsən və bütün zaldan o vurultunu hiss edirsən. Yəni o verdiyin hər bir şeyə diqqətlə necə qulaq asırlar. Reaksiya var verdiyin hər. Bəli. Yəni yerdən tanış olmağa şadam frazaları, yəni belə şeylər. Və yaxud da son konsertimdə mən heç vaxt belə şey görməmişdim caz festivalında. Saint-Germain adında çox məşhur Paris caz festivalı var. Mən oradan bis çağırırlar təkrar üçün. Ayaqlarla başladı, bütün zal var. O təşkilatçılar əslində vaxt qurtarmışdı. Mənim vaxtım qurtarıb 45 dəqiqə, artıq deyiblər ki, 1 dəqiqə artıq olmaz da. O naporun qarşısında, o təzyiqin qarşısında təşkilatçı dedi ki, çıx səhnəyə də, variant yoxdur. Yəni belə diqqətli dinləyicilər, belə maraqlı və məsələn səs problemi yoxdur. Gəlirsən orada aparaturada problem yoxdur, səs rejissorunda problem yoxdur, işıqda problem yoxdur, kabeldə problem yoxdur. Yəni hər şey o qədər rahat qurulub ki, ona görə mən deyirəm getmək adama çox şey öyrədir, çünki internetdən sən onları görə bilmirsən. Burada amma bu problemlərlə qarşılaşırsınız. Ümumiyyətlə şərq ölkələrində çox böyük problemlər var. Kökündə nə yatır? Nə? Yəni bu məsuliyyətsizlikdirmi, musiqini, yəni oradakı olmaması normaldır. Bizdə olmayıb. Olmaması normaldır. Amma inkişaf etməməkdə problem görürəm. Yəni inkişaf, çünki bu günləri çox rahatdır o informasiyanı əldə etmək. O avadanlığa da çatmaq, amma məncə insanların özündən asılıdır. Yəni inkişaf eləmək istəyən insan. Mən bir dostum var, Burak. O bir dəfə belə bir söz dedi ki, sizin coğrafiyada brilyantlar var, amma insanlar gözünün önündəki brilyantları görmür. Brilyant elə bir şeydir ki, uzaqdan tutursan ki, onun parıltısını görəsən. Niyə səncə bizdə belədir ki, biz itirəndəmi, uzaqda olandamı, uzaqda fəaliyyət göstərəndə daha qədrini bilirik içimizdən, yəni aramızdan çıxıb. Deyil. O bütün insanlığın fitrətindədir, qayəsidir bu. Çünki insan əl çatanda artıq ona çatmış kimi informasiyası var. Beyin də daha sonra nə olacağına maraqlıdır. Və daha sonra nə. Və sən artıq orada o oyuna girdinsə, o bitməyən bir oyundur. O insanlara xoşbəxtçilik arzulamaq lazımdır. Yəni nəfs çox böyük bir şeydir.
Yəni sən öz nəfsindən oyundasan əslində. Bu dəqiqə biz hamımız burada oturub öz nəfsimizlə oyun oynayırıq. Yəni mən bu dəqiqə danışıram, mən nə danışacağımı orada filtr eləyirəm, eqom oradan bir şeylər danışır, bir şeylər. O deyir ki, bunu denən, o deyir, onu demə. Bu deyir, biri deyir sadə ol, biri deyir səmimi ol, biri deyir yox, sən filan şey eləm. Yəni o içəridə o oyun gedir də. Sən hansı şəxsiyyəti seçirsən, hansı fiquru seçirsən, o önəmlidir. Necə özünü aparacaqsan, hansı sənə diktə eləyəcək. İndi hansı diktə eləyirsən? İndi bir dənə etibar oturub orada. Nəyi Belə diktə sakit. eləyir, nəyi Amma yaşadır? onu mən həmişə danışıram, dostlarımla da danışıram. İstəyirsiniz o par dediyi. Yəni sanki o içimizdə hamımızda mən düşünürəm ki, hamımızda belədir. O bir dənə flat, o bir dənə sıfır gözü var. Düzdür? Var. Hansı ki hər şeyi görür. Təbii. Bəli. Və o görür, o hər şeyi bilir, amma sənin eqondan olan onun bağlantısı nə qədər yaxındır, nə qədər uzaqdır, artıq orada sənin necə olmağın necə deyim görsənir də. Əgər ego istəlirsə, deyək ki, tutaq ki, egoya bir böyük şeytan adı verək ki, sənin içində bir şeytan oturub həmişə sənin marağındadır. Sən elə, sən. Senarist Yəni içimizdəki. aha, nəsə qurur ki, ancaq sənə xidmət eləsin də. Nə bilim, çörəyin böyük hissəsi sənə düşsün və yaxud da nəyin mən. Bir dənə də oturub sıfır. Yəni hər şeyin fərqindədir. Hər şeyin yəni sən ona şans versən ki, o qərar versin. Sanki başqa bir səhifələr açıla bilər həyatda. Mən buna həmişə belə yanaşıram. Məsələn, ya ego bizi idarə eləyir, ya biz egonu idarə eləyirik. Bizim egonu idarə eləməyimiz üçün də gərək özümüzü o qədər tanıyaq, görə bilək ki, biz egonun iplərini əlimizə alaq. Biri var hamı dəyərlidir və mən də dəyərliyəm. Biri var ancaq mən dəyərliyəm. Ki bu tələyə də bəzən düşürük ki, ancaq mən dəyərliyəm. Bu da situasiyalardan. Egonla necə mübarizə aparırsan? Ümumiyyətlə Jungun fəlsəfəsinə görə insanları arxetiplərə bölüb, o mənim ən xoşuma gələn, həyatıma toxunan arxetiplərindən biri kölgədir. Yəni insanın qəbul etmədiyi o qaranlıq tərəfidir, kölgə arxetipi. Hansı o arxetip ki, məsəl üçün deyək ki, var tabular, var qadağalar, amma insan bir anda üzləşir ki, bu məndə də var. Qadağalar yəni insanlar tərəfindən. İnsanların qadağaları. Məsəl üçün insanlara tətbiq olunan qadağalar, insanlara tətbiq olunan tabular. Amma insan biraz qaranlıq tərəfi ilə üzləşəndə, onu qəbul edəndə, okey, tabu var, amma bu mənim içimdə də var. Bunun üstündən gedəndə insan qaranlıq tərəfi ilə necəsə bütövləşir. Bəli. Məsəl üçün mən qaranlıq tərəflərimi görəndə və onlarla bütövləşəndə mən özümü daha tam insan kimi hiss etdim. Sənin qaranlıq tərəflərin nədədir ki, bu sənin sənətinə də sirayət eləyir bəzən? Mənə gəlir ki, o bəzi məqamlarda məsələn 23-cü ilə qədər mənim üçün həyatım 23-cü ilə qədər bölünür. 23-dən qabaq və 23-dən sonra. Təbii ki, hamımız üçün bəlkə Covid dövrü şeydir, əsas prioritetdir. Amma mən deyərdim ki, təbii ki, Covid dövründə də bəzi belə də aydınlanmalar keçirsən. Onsuz da o aydınlanmalar qurtarmır da, sən məncə ölünə qədər aydınlanırsan. Və 23-cü ilə qədər sanki mənim o böyümüş eqom və o egoya xidmət eləmək idi mənim işim, gücüm. Hələ oyunla belə uğurlar qazanmağa mən məhtəl qalıram ki, o boyda ego ilə sən nə qədər. Necə egolar idi məsələn? Yəni böyük bir egoydu da. Yəni bir ego belə bir şeydir də. Nə isə bacarırsansa və yaxud da o şeyi bacaracağını bilirsənsə, sən elə bil ki, sənə bir güc verir də. Deyir, davay getdin elədin də belə bir şey verir. Elə də olur. Belə Türkada elə belə davay. Eləyərsən və eləyirsən. O ego o qədər güclü bir şeydir ki, o səni mən həmişə bu şeyi istəyirəm izah eləmək ki, o söz önəmli bir şeydir də. Sən dediyin məsələn mən bu suyu içəcəm, bunun bir məqsəd olsa, o suyun yəni o sözün enerjisi çox önəmlidir, səni hərəkətə gətirəcək. Məsələn, mən indi sizə 2 göstərirəm, mən düşünmürəm ki, bunu mən sizə göstərirəm. Mən sadəcə olaraq Aynura 2 göstər informasiyasını bura qoyuram və o nə qədər önəmlidir, nə qədər enerjisi varsa, onu göstərir. Çünki mən bu prosesdə iştirak eləmirəm. Sinirimə demirəm ki, sən qalx burdan get, bunu aç, bu belə elə. Elə eləmirəm, mən prosta sözü deyirəm. Düzdür? Yəni o egoda da belə bir şey olur ki, sən sözü deyirsən, o sözün altında olan ego sənə nə qədər enerji yaradırsa, sən onda hərəkətə keçirsən. Yəni məsələn, belə bir söz deyim də, bir məqsədiniz var, yəni biznesə başlayırsınız. O biznesə başlayıb başlamamacağınız sizin o biznes üçün nə qədər o hazırlıqlı oldu. Dayanıqlı?
Nə qədər dayanıqlı O olduğunu. sözün enerjisi, o sənə və belə deyək, məsələn, çox kasıb bir vəziyyətdə artıq altındasan, artıq hər şey itirmisən, səndə bir güc yaranır ki, yox, mən ayılır və yenidən özünü bərpa eləyir, gedir ən uğurlu insana çevrilir. Belə hekayələr çox eşitmişik də. Və o güc var, o güc nədən gəlir? Hər bir şeydən gələ bilər. Sadəcə demək istəyirəm ki, o şeyləri, onun altında duran enerji səni hərəkətə keçirdir. İndi belə başa düşürəm, yenə deyirəm, ola bilər ki, sonralar fikirlərim dəyişir. 23-ə qədər olan Etibarın eqosuna nə var idi? Məsələn, Mən orada misal gətirirəm. Bu çıxışda birinci mən olmalıyam, mən Yox, Etibar elə əsasında şeylər belə deyildi. eqodur. Kiməsə qarşı oyun getmirdi. Oyun öz Özü içimdə gedirdi. Nələri eləyə bilərəm, hansı layihələrə girə bilərəm, nə boyda işlər görə bilərəm, görə bilərəmmi? Daxilən özünü təsdiq məsələsi. Təsdiq məsələsi, komanda qurmaq, komandadakı münasibətlər, hər şey əla. Belə baxanda hər şey əla idi. Amma mən bilirəm ki, nəyə görə əla idi. Yəni mən əlaya etmalıydım ki, əla olsun. Burada bir fədakar var o etibarda, bu iş ona görə əla gedir. Bəli, belə bir şeylər komanda. Sonra bir gün ayıldım ki, mən çox terapiyalara getmişəm o dövrə qədər, 23-ə qədər, yəni mən demək olar getmədiyim şey qalmadı da. Və TETA-da çox vaxt aydınlanma yaşadım, psixoterapevtimlə çox aydınlanmalar yaşadım. Və orada bir xəyal qırıqlığı oldu. Çünki mən o ən böyük eqomdan üzləşdim. Və başa düşdüm ki, sən bu ilə heç nə eləyə bilmərsən. Yəni sən ancaq özünə bir şeylər istəyirsən, amma sən yəni ümumi sistemin şeyini anlamırsan sanki. Yəni biz bura onun üçün gəlməmişik də ki, hamı özünə götürsün. Yəni 8 milyard insanlıq hərə özünə götürsə mümkün deyil də. Yəni bu qədər mənasız ola bilməz həyat. Düşünürsən? Aynen. Yəni bir inanc var. Ümumi, hərənin özünə, öz daxilinə uyğun. Biz ona xidmətə gəlmişik. Bəli. Bu o qırıldı, düzdür? O qırıldı və mən başladım başa düşməyə ki, sən heç kimsən. Sıfır. Aynen. Və 7-8 ay sıfır. Komanda bitirdik. Mən tək artist olaraq bütün zənglərə özüm cavab verirəm, bütün şeyləri özüm təşkil edirəm, hər şeyi özüm edirəm. Amma o var ki, mən heç kiməm. 30 dururam. Heç kiməm, yəni o barədə yox, mən öz dəyərimi bilmirəm. Elə yox. Mən dəyərlərimi bilirəm, nəyi bacarım, nəyi bacarmadığımı bilirəm. Amma mənası bu deyil. Yəni mən bütün bu yaşamın o 30 saniyə burada tutub başa düşürsən ki, nəfəs nə qədər önəmlidir sənin üçün. Onun qarşılığında heç nədir də bu şeylər. Və 7-8 aydan sonra artıq yeni bir etibarın elə bil ki, aydınlanması gəldi mənim üçün və ona görə mən o həyatımı o son 2 ili tamamilə başqa bir fikirlərlə, tamamilə ümumiyyətlə bilmədiyimin fərqindəyəm və belə öyrənəcəm də. Bəlkə də öyrənməyəcəm, amma bilmirəm də. Yəni bilmirəm çünki heç bir sübut olmayan bir şeyə inanmıram. Yəni sübutu yoxdursa İnanmırsın. Mən də bunu yaşamışam özümdə, heçliyi yaşamışam və heç kim olduğumu biləndə daha xoşbəxtəm, özümü daha tam hiss edirəm. Və o böyümək şeydir. Bəli, o böyümək, o belə ona nə deyirlər? Belə huzur. Huzur yox, belə xidmətsizlik, yəni mən buyam. Bacardığım budur. Ancaq bunu edə bilərəm və bu ancaq özümə qarşıdır. Bu başqasına qarşı deyil. Başqa birinin fikri maraqlı olmur. Daxilən içimdə nə yaşayıramsa odur mənim kompasım. Əslində mən səni anlayıram nə demək istəyirsən. Sonuçda başa düşürsən ki, hamımız eyni vəziyyətdəyik. Bəli. Heç kim bilmir. Bu dəqiqə istənilən bir teoriyanı açaq burada saatlarla söhbət eləyək. Hamıya da maraqlı olar, amma biz onu sübut eləyə bilmərik burada. Ona görə. Etibar, mən öz qaranlığımla üzləşəndən sonraki mən terapistim bir dəfə mənə belə bir şey dedi. Dedi ki, sən çox gözəl qadınsan. Bax sən belə mən səni ətrafdan da tanıyıram. Hamı səni çox sevir. Amma hanı sənin paxıllığın, hanı sənin riyakarlığın? Mən orada biraz dondum ki, bəli, mən insanam, bu məndə olmalıdır, amma hardadır? Bəli. Demək ki, nə qədər mən
yaxşı qız rolunu, ailənin yaxşı qızı, cəmiyyətdə yaxşı Oynamaq, oynamaq. oynamaq. Hanı mənim paxıllığım? Normalda insanam, bu mənim fitrətimdə Deməli var. olmalıdır. Riyakarlığım, hardadır bunlar? Və mən başladım öz tabularımla üzləşməyə ki, bunlar hardadılar? Üzləşdim və başa düşdüm ki, o üzləşmədə həzlər o qədər vacibdir ki, həzlərini kəşf etmək. Həzlər məsəl üçün nəyi nəzərdə tuturam? Bədən həzzini də nəzərdə tuturam. Ruh həzzini nəzərdə tuturam, şuur həzzini nəzərdə tuturam və həzlərimi kəşf elədikcə mən yeni kimliklərimi kəşf eləyirdim sanki. Və daha bütünləşdim. Həzlər hər bir insan üçün fərqli ola bilər. Eləsi üçün seks həzzi ola bilər, eləsi üçün maşın sürmək həzzi ola bilər, eləsi üçün kitab oxumaq həzzi ola bilər. Sənin kimi yaradıcı ruha görə həzz nə deməkdir? Həzlərini kəşf edən insan sənin üçün nə ifadə eləyir? Belə deyim də, mən həzz almaq mənim üçün biraz o mən ki uşaqlıqdan piano ilə çox təmasdayam, yəni 5 yaşından. Və o pianoda oturanda ki zaman durur, ümumiyyətlə hər hansısa bir işlə məşğul olanda zaman durursa və mən itirirəmsə özümü ki artıq saatı kontrol edə bilmirəm. Mənə görə o elə bil ki həzzin bir göstərişidir. Çünki mən oradan çıxmaq istəmirəm. Mən artıq orada xoşbəxtəm. Son illərdə bu ud məsələsi bir yağ danışdıq. Yayda ud aldım və neçə illərdir fikirləşirdim ki, siz bilirsiniz də piano qərb alətidir. Orada mikrotonlar yoxdur, bizim muğamdakı səslər yoxdur və s. Və mən ömrü boyu elə bir arzum olmuşdu ki, yəni mən nə vaxtsa elə bir alət ifa eləyim ki, orada mikrotonlar olsun. Hətta onun ideyasından mən pianonu mikrotonlara kökləməyi, yəni mənim əsas konseptimə çevrildi. Hansı ki, Avropada bu çox belə wow qarşılandı. Dedilər ki, Azərbaycan muğamlarına pianonu necə kökləyirsən, necə olur o yarım notlar falan. Bu çox marağa səbəb oldu. Amma yenə də içimdə o, yəni pianonu köklənməyimə baxmayaraq, yəni ud kimi deyək ki, kökləyib ifa eləyəcəm. Amma mən yenə də o fikir var idi. Uda başladım və mən udu saatlarla ifa eləyirəm. Yeganə alət oldu ki, mən musiqinin içindəyəm də, ömrü boyu musiqinin içində olmuşam. Bəlkə də əl vurmadığım alət qalmayıb. Xüsusən də konservatoriya dövründə tələbə yoldaşlarım bütün alətləri barmaq eləyə bilirsən rahat. Yeganə alət oldu ki, həm də ən qədim də belə deyək, səslənməsi olsun, onun bir xarakteri olsun alət olaraq o mənə tutdu və indi bu dəqiqə yəni onunla saatlarla vaxt keçirdə bilərəm. Hobbilərim çoxdur. Mən hər ayın əvvəlində mənə bir notifikasiya özüm üçün qoymuşam kalendara. Bir muzey, bir konsert, bir tekno, bir əlavə bir aktivite. Biletlərimi həmən o ayın əvvəlindəki necə ki o ödəmələr vaxtıdır. Mən də o ödəmələr vaxtında biletlər və s. hamısını salıram. Muzey və yaxud da hər hansısa bir xüsusi ekspozisiya. Bu məni doydurur, bu məni ilhamlandırır. İlhamlandırır və həzlərimin bir hissəsidir, yəni konsertdən ki, həzzi, yəni özdə bilirsən ki, kimin konsertinə gedirsən. O ən böyük həzlərdən biridir. O həzlərini tapmaq, o bütövlük yaradıcılığa da təsir eləyir. 100%. Nə kimi təsirləri var məsələn? Məsələn, indiki albomun adı Who You Are. Sən kimsən? Maraqlı bir vizual yanaşma da eləmişəm. Göz işarəsidir, içində kosmos bir şeydir, dönür. Onlardan biri hər halda hansısa biri sənsən də. Və albomda xüsusi olaraq ambians, elektronik, caz, muğam janrlarına biraz füzyon eləmişik. Çox məşhur bir fransız zərb alətləri ifaçısı var, Martin Van Germe. O ifa elədi, duet olaraq bərabər bir albom yazdıq. Bu albomun mənim üçün çox böyük mənası var. Çünki mənə elə gəlir ki, o konsertə gələn insanlara mən o sual vermək istəyirəm ki, yəni ən azından o experience yaşayanda, o təcrübəni yaşayanda konsert zamanı istəyirəm ki, ən azı bir dəfə insan özünə o sual versin ki, sən kimsən də, yəni sən kimsən də, yəni sadəcə hələ mən hardasan demirəm. Sadəcə birinci kimsəndən başlamaq lazımdır. Sonra hardasan.
Yəqin ki. Və o hardasan sualına mən hələ cavab tapmamışam. Yəni şey olaraq, yəni fiziki olaraq hardasan sualına tapa bilmirəm. Çünki əgər beyindəsənsə, bu bədən nəyə görə lazımdır? Hardasan, beynin hansı nöqtəsindəsən, bilmirsən sən hardasan. Yəni sən bir fikirdən başqa mənə hələ bir cavab gəlməyib. Sən bir fikirsən, fikir daşıyırsan. Bəs sən kimsən? O da yoxdur. I don't know. Bilmirəm. Mənə gəlir ki, ən maraqlı cəhət odur da. Yəni biz onun axtarışındayıq. Bəlkə heç kimi elə bayaq danışdığımız. Hə, heç kimi, amma yenə də maraqlıdır da o hansı heç kimi. Hansı heç kimi. Mən də düşünürəm bu suallar haqqında. Bəzən özümə o qədər sual verirəm, Etibar. O qədər dərin belə suallar verirəm. Sonra deyirəm ki, nə olar ki, elə hamı kimi mən də yaşayım. Sən hamını xoşbəxt hesab eləyirsən? Mən hamını xoşbəxt hesab etmirəm. Heç bilmirəm özüm də xoşbəxtəmmi ya yox. Xoşbəxtlik ümumiyyətlə nədir? Aha. Mən çox axtarıram xoşbəxtlik nədir? Mən tapmışam. An? Yox. O bir etap var ki, yəni o etapda sən çox sağ oldan başqa heç nə deyə bilmirsən. O xoşbəxtlikdir. Mənə elə gəlir ki, odur xoşbəxtlik. Sən o qədər içdən çox sağ ol demək və bilmirsən kimə deyəsən çox sağ ol. Qalmısan ki, çox sağ ol. Aynen. Mənə görə xoşbəxtlik özünü tanımağımdır. Okay. Özünü mənə elə gəlir ki, ümumiyyətlə hamı özünü tanımır. Bəs sənə elə gəlir ki, sən özünü nə vaxtsa tanıyacaqsan. Çünki sən dəyişirsən. Mən addımlar atıram. Mən addımlar atıram özümü tanım. Özünü tanımaq o demək deyil ki, o daxili sorğular, özümü tanımaq, mən nə hiss edirəm, mən niyə burada bu reaksiyanı verirəm, daima özümlə dürüst olmaq, paxıllıq yaşayıram indi, okey, bu nəyin paxıllığıdır, gəl aydınlaşdıraq ki, bunun altında nə yatır, nədən qaynaqlanır. Bunlarla bu sualları özümə verə-verə fərqli düşüncələr yaşayıram əlbəttə içimdə ki, xoşbəxtlik nədir? Mən məsəl üçün bu son dövrlərdəki sorğum eşq nədir? Eşq əgər mənim ətrafımda danışılan sevgi hekayələridirsə, mən onu yaşamamışam. Bilmirəm onu da demək. Bilmirəmsə, biraz içimdə sorğuya qapıram ki, görəsən mən nə reaksiya verərdim. Sonra düşünürəm ki, elə bəlkə mənimkidir eşq, onlar səhv bilirlər. Okay. Məncə müqayisə olmamalıdır, inam olmalıdır da. Sən əgər tapdığına əminsən ki və o, mən o sözü deyirəm, Tetris. O Tetris kimi oturur içinə, belə oturdu da, yəni sən artıq gedə bilmirsən. Məsələ o deyil, qalmaq istəyirsən, gedə bilmirsən. Çalışırsan, gedəsən, gedə bilmirsən. Mənim üçün eşq bəzən sorğuluyuram ki, görəsən bizdən əvvəlki yaradıcı insanlar bəlkə hərə özünə uyğun şeirlər yazıb və biz elə bilmişik ki, o şeirlərdə, əsərlərdə kimidir eşq. İlahi eşq barədə nə düşünürsən? İlahi eşq. İlahi eşq Etibar. Çox hiss edirəm içimdə. Tanrının zərrəsi olduğumu, Tanrı tərəfindən hər gün xatırladılır mənə. Bu yaxınlarda bir şey baş verdi. Mən ilahi eşqi çox araşdırıram və bunu yaşayıram içimdə. Və mən Yaradanımın səsini eşidirəm. Bir dənə bir hadisə yaşadım. Yəni? İndi izah eləyəcəm. Mənim bir qorxum var. Mənim nənəmdən gələn evlad itirmə qorxum var. Və mən bu terapiyalara gedirəm, terapiyalar alıram və bu qorxumun üzərində çalışıram. Bu yaxınlarda mənə bir müştəri gəldi. Xanım bir oğlunu itirib və mən necə qorxuramsa o hekayəni mənə danışır. Və bir anda içimə qapandım və Yaradanımla söhbətə başladım ki, yəqin ki, çoxdan da çalışmıram bu qorxumu, çalışacağam, söz verirəm. Yəqin ki, bu xanım mənə aynalıq eləməyə gəlib, sən mənə bunu xatırlatdın, mən gedib çalışacağam bu qorxunu. Və primerkalar baş verir. Xanım hər dəfə primerkaya gəldikcə xanım eyni hekayəni danışır və mənim hər dəfə eyni duyğuma toxunur və artıq hiss edirəm ki, öz-özümə riyakarlığa başlayıram içimdəki. Yox, bu artıq psixoloji problemdir. Bu mənim qorxumla əlaqəsi yoxdur, Aynur. Yox, bu xanımın özü. Və başladım özümə riyakarlıq eləməyə. O içindəki insanla danışırsan. O bayaq danışdığımız sıfır gözü deyil səncə? O sıfır göz, müşahidəçi səsimlə danışıram əslində. Odur da. Və getdim, Etibar, hələ də beynimdə bu şeyi danışıram və getdim bir kitab oxuyuram, Biomertem adında. Qaldığım yeri açdım
və belə bir cümlə yazılıb. İnsanlar yaşadıkları hadisələri təkrar-təkrar danışırsa, bu onların psixoloji durumu ilə əlaqəli deyil. Okay. İnsanlar yaşadıkları xatirəni səs dalğalarına çevirəndə o hadisəyə qayıdır və özünü gözəl hiss edir. Okay. Mən sualımın cavabını almışdım oxuduğum kitabdan. Əla. Yəni bunu nə üçün deyirəm? Özümü tanımaq. Riyakaramsa okey, niyə mən riyakaram? Üzləşirsən belə riyakar tərəflərindən. Əlbəttə, biz onsuz da biz yenə deyirəm də, məsələnin bütün oyun içəridə gedir də. Yəni bu çöllə heç bir əlaqəsi yoxdur da bu məsələlərin. Yəni kimsə əgər bu dəqiqə, yəni bura baxan insanlar məsələn onlar əgər kiminləsə münasibətində problem varsa və o düşünür ki, şəxsən ona bir pislik dəyib, mən onlara çox təəssüflə demək istəyirəm ki, yanılırlar da. Çünki bu oyunda şəxsi söhbət yoxdur. Yəni şəxsi məsələ yoxdur. Yəni kimsə sənin şəxsiyyətinə görə bir acığa bir şey eləmir. O öz probleminə görə sənə nəsə eləyə bilər. Sən də onu öz probleminə görə qəbul edirsən. Yəni məsələ yenə də içəridə gedir ki, mənə belə mən nəsə də. Günahlandırma qarşı tərəfi. Biz çox yayınmırıq. Yox, mən okeyəm yəni. Biz bayaq o sıfır məsələsi var. O sıfır məsələsini çox önəmli tutmaq lazımdır. Yəni o instinkt deyirik, yəqin ki, o sözə instinkt deyirik. O ani olaraq sənə bir cavab gəlir. Sən bəzən mən ona həmişə axmaq beyin deyirəm. Çünki mən düşünmürəm ki, o ağıllı qərarlar verən bir beyindir. Yəni bir beyin ki, gördüklərinə rəğmən cavab və qərar verir. O düz və nəsə o situasiyada haqlı hesab eləmirəm də o beyin. Amma sənin instinkt olaraq nəsə bir instinkt gəldi ki, uşaqlıq yadındadır. Uşaqlıqda bir 3-4 yaşında sənə bir tanımadığın valideynin bir dostumu, tanışımı yaxınlaşır, sənə bir şirin söz demək istəyir nəsə. Sən bir dənə yadva sal. Sən ona baxanda sən bilirdin o yaxşı insandır yoxsa pis insandır? Yox, əlbəttə. Heç analiz edə bilmirdim. Elə bilmirdin, amma instinkt olaraq sən o Bəli, necəsə. Sizin övladınız var da. Var. Allah saxlasın. Onun reaksiyalarına baxanda görürsüz, məsələn, biraz həyatı normada olmayan, biraz belə necə deyim, sıradan çıxan bir insanla qarşılaşanda uşaqlar oyun oynamaq istəmir. Uşaq hiss edir ki, nəsə olaraq, enerji olaraq, yəni şey olaraq, instinkt olaraq da. Bu deyil, hə və yox. Yəni bizim içimizdə o hə yoxlar var da, sən onsuz da dərinində o hə yoxu bilirsən ki, bu hə yoxsa yox. Amma o axmaq beyin o şans vermək istəyirdir. Yox, olmaz birdən şeydir. Belə oynayır. Və o sıfır odur. O sıfır sənin hə və yoxunu bilir əslində. Yəni görüşəndə sən artıq hiss edirsən ki, nəsə gözüm su içmir bundan və yaxud da o gözüm su içmirin necə açıqlayaq bu dəqiqə biz burada. Yəni odur da, həmin o hissdir ki, sənə hə və yoxu deyir və bu hamımızın içində var. Sadəcə bu o qədər özünü ağıllı hesab eləyir ki, elə bilir ki, elə burada baş verir hər şey. Elə bilir ki, elə bu qərarı verəcək, elə bilir ki, elə belə olacaq və mən düşünmürəm ki, o ağıllı qərarlar verir. Bəzən deyirlər, ürəyinlə qərar vermə, ağılı işlət, məntiqin olsun. Yox. Bəzən özümə kim deyir ki, ürək ağılsızdır? Yəni bu nə inanclardır belə? Sən ürəyin bir şey istəyəndə, bəyəm sənin ağlın oturub nəsə eləmir ki, ürəyin nəsə istəyir də. Etibar, orta əsrlərdə yaradıcılıqla məşğul olan şairlər, musiqiçilər əsərlərdə yazılıb ki, o vaxt Triyək gecələri keçirilərdi və şairlər yaradıcılıqla məşğul olmaq üçün bəlli bir ekstazi trans vəziyyətinə özlərini salırdılar. Sənə görə müasir insanın trans vəziyyətinə salan nədir? Meditasiya. Çünki sən meditasiyada ancaq özünlə qarşılaşa bilirsən. Meditasiyada o deyil ki, sən 10 dəqiqəlik qoyasan, 20 dəqiqəlik və yaxud da 30 dəqiqə nəsə timer qoyasan, yox, timer qoyasan ki, mən 30 dəqiqə sonra məni ayıltsın və yaxud da kimsə danışır, meşədə gedirsən, göydə belə düşür. Ola bilər, o sənə kömək eləyə bilər. Amma mən elədiyim versiyalarda heç vaxt belə şey olmayıb. Yəni mən sadəcə olaraq oturub gözləyib o etapları keçmək var da orada. Birinci özünü hiss edirsən, nəfəsini hiss edirsən, sonra bəzi asta-asta bədənin gedir, o artıq o hüceyrələrin artıq o hissiyatdan çıxır, sən artıq hava halını alırsan, o hardasa 30-40 dəqiqədən sonra baş verir. Yəni sən əgər 40 dəqiqəyə qədər biz səndən nə soruşuruq ki, səndən danışmıram ümumiyyətlə o insanlardan.
sadəcə durmağı istəyirik də. İstəyir ki, sadəcə durasan da, heç nə eləməyəsən. Yəni sənə xahiş eləyirik ki, heç nə eləməyəsən. Yəni bu qədər sadə bir şey istəyirik. Halbuki xüsusən indiki dövrün insanı onu bu qədər informasiyanın tezliyində, bu qədər həyatın çaxnaşmasında o sakit dura bilmir. Sadəcə olaraq sakit 1 saat, 24 saat hər günün var da. Yəni 1 saat sakit dur. Heç nə eləməyə, prosta otur, düşün də. Qoy, onsuz da beynimizin ehtiyacı var o bütün fikirləri yerbəyer eləsin, otursun, hər şeyi yerinə qoyandan sonra artıq başlayır ki, görəsən mən nə istəyirəm. Onsuz da sən bu fikirlərin arasında sən nə istədiyini sən azacaqsan o bir gün. Ona görə o sakitlik çox önəmli bir şeydir. Hər gün sən o vaxtı özünə hədiyyə olaraq verməlisən. Və orada özünü tapacaqsan. Orada transa da gedəcəksən, özünü də görəcəksən, vizualizasiya da olacaq. Bilmirəm vizualizasiya ilə bağlı nə qədər maraqlısınız. Mən son illərdə vizualizasiyasız artıq təsəvvür edə bilmirəm öz həyatımı. Məsələn, nəyi vizualizasiya edirsən? İstənilən bir şeyi görmək kimi də, yəni o belə deyim də, gördüyün bir şeyi gözünü yumub təsvir elədiyin bir yer var. O yeri tutmusan, məsələn, sən bilirsən o ekran hardadır? Mən onu həmişə alnımın arxasında görürəm. Hə, elə bir yerdədir. Sadəcə olaraq yer olaraq bilə bilmirsən də o fikirdə olduğuna görə. Yəni konkret bir şey yer bilmirəm harda. Sadəcə olaraq mən onu bilirəm ki, mən gördüyüm şeyi o bir ekranda görə bilirəm. Və çox zaman da sənin başına gələn hadisələri sən orada görürsən əslində. Keçmişi yoxsa gələcəyi nəzərdə Gələcəyini. tutursan? Məsələn görürsən ki, mən çıxaram birdən belə bir şey olar, gedirsən olur. O gəldiyi o an yadıma düşür ki, mən deyəsən bunu. Hətta çox insan onun fərqində deyil. Biraz onun üçün tamamilə sakit olub onu izləmək lazımdır ki, mənə nə gəldi və mən nə yaşadım, sonra onları birləşdirmək. Və bu vizualizasiya ilə məsələn tək görmək də deyil də. İndi o hissədə, o müstəvidə də deyək. O müstəvidə bu 5 hissin hamısı var. Yəni orada iyi də var, orada nə bilim görüntü də var, hissiyat da var, fiziki hissiyat da var, eşitmə də var. Məsələn, deyirəm ki, rəhmətə getmiş nənəvin səsini yadıma sal. Sən sala bilirsən yadıma. Yəni orada o şey canlanır. Və o şeyin böyük bir sehr olduğunu yəni hiss eləyirəm, belə deyək. Və onun da məşqləri maraqlıdır. Çox maraqlıdır. Çox qısa zamanda ona çatmaq olar, əgər izləyicilərə də maraqlıdırsa. Hər gecə yatanda bilirsiniz də tetaya giririk, sonra yuxuya giririk. Duranda da yenə teta ilə ayılıb günümüzə qalxırıq, frekansları qaldırırıq. O teta mərhələsi çox önəmli mərhələdir də. Siz bilirsiniz, sizin övladınız var. Məsələn, 7 yaşına qədər onun yığdığı bütün informasiya onun bütün həyatını müşahidə eləyəcək. Nəyə görə? Çünki onun tetadadır hələ. Hələ gəlib çatmayıb da, yetişməyib 7 yaşa qədər. Və o başlayır təbii ki, ana bətnindən. Nəysə bu söhbəti uzatmadan, o hər gün yatanda gözünü yumursan, başda 100-dən 100 rəqəmini gör də, elə bil böyük bir 100 rəqəmini gör. Olsun qara fonda ağ 100. Sonra 99, sonra 98, 97. Çalış gələsən ən aşağı, maksimum nə qədər gələ bilirsən. Çox güman ki 25-də zətdə adam birincidə itirir. Yox, ilkdə vəbşə bir 5-6-da artıq itirirsən. Fikir qarışır bir şeylər. Sonra özünü topla təzədən bir dənə 100, 99, 98. Və belə sən hər gün özünü bir neçə günü bunu öyrəşdirəndən sonra mərhələlər artır. Orada da oyun kimidir. Mənə ona görə maraqlı idi bunu eləmək. Sonra 100-ün rənglərini dəyişirsən. Arxa fona başqa bir rəng, qabağa başqa bir rəng. Sonra onu zoom eləyirsən birin başına, gedirsən nə bilim aşağısına, zoom şey eləyirsən də. Bu ancaq vizual olaraqdır. Sonra səslərlə bağlı, sonra hissiyatla bağlı. Məsələn, elə konsertlər olub ki, onu mən bilirəm ki, o konsertdə ifa eləyəcəm, o səhnəni bilirəm. Onun artıq vizualizasiya olaraq o insanların, o iyi nə gəlir, ambiyans necədir, onu sən orada tam görəndə, elə bir sən artıq onu yaşamış kimi, beyin artıq onu yaşayır və gedirsən tam birə-bir olmasa da o enerji ilə çıxırsan ki, tam rahat keçdi, hər şey istədiyin kimi oldu kimi bir vibe var. Belə bir şey. Bu
bir növ sənin yaradıcılığındakı ritual kimi saymaq olar. Hər Məsələn, gün konsert hər gün bir ritual kimi də yatanda hə. başlayıram. O da məni elə bir ki, şey eləyir də, əzələ kimi məşq elətdirir də. Konsertdən öncə eləyirsən Yox, bunu? hər gün, hər axşam. Hər Sadəcə gün. 100-dən başlayıram, yoxlayıram ki, işləyir. Aha. Sonra öz planlarımla, albom ola bilər, işlərim ola bilər, nə bilim necə bir şey istəyirəm. Onları özüm üçün başlayıram orada 3D elə bil qurursan, başlayırsan necəsə qurmağa. 100-dən 1-ə 0-a qədər gəlirsən, sonra Rahat, başlayırsan. əgər kəsintisiz gələ bilirsinizsə, deməli siz tam olaraq fokusunuz ordadır, vizualdadır. Əla. Belə bir şey. Bu çox maraqlıdır və bunun sənin yaradıcılığına nə kimi müsbət təsirləri var? Məsəl üçün ilhamlanma prosesi var. Bağlı artist elə bir şeydir ki, mən həmişə deyirəm, biz yeni bir şey yaratmırıq. Biz olan şeyləri blend eləyirik. Yəni olan elə bir ki, sən bir kokteyl maşınısan, sənə alma verir, armud verir, bir müəyyən meyvələr verir, muğam, caz, elektronik. Məsələn, gəl bu üçünü bir dənə kokteyl düzəldir. Nədən nə qədər çox qatacaqsan, nə qədər nə edəcəksən, ona nə qədər şokolad, nə qədər nə qatacaqsan sənə bağlıdır da, düzdür? Və artist dünyada nə qədər artist var görün. Yəni hərəsinin bir ideyası var. Hərəsi öz ideyasını doğru sayır, hərəsi öz layihəsinə inanır. Amma hansı layihə uğurlu olur, hansı layihə ki insanlara xeyir verir. Və sən layihəni quranda bir var ki, bu mənim öz marağımdadır, mənim nənəm o vaxt mənə bu sözü demişdi, mən bu sözü mahnımın adını qoyum. Bu sənin marağındadır. Bizim heç birimizə maraqlı deyil ki, sənin nənən sənə nə deyib də düzdür. Amma sən oturub düşünəndə ki, gəl bu alboma məsələn elektronik setim var, adına Nəsimə adı qoymuşam. Mən adama deyirlər ki, sən Nəsimi nəyə görə qoymusan? Mənə elə gəlir ki, Nəsimini biz elə yaxşı tanımırıq bir Azərbaycanlı olaraq. Hətta Nəsimi ili olmasına baxmayaraq keçən illəri. Mənə elə gəlir ki, çox az insan özünə sual verdi ki, mən ümumiyyətlə bu il Nəsimi idi də. Mən Nəsimini tanıyıram. O niyə görə 14-cü əsrdən bu gün 7 əsrdir adam ədəbiyyatın, fəlsəfənin başında durub. Necəsə Necə durub? Zirvədə qalıb. Zirvədə qalıb. Bu Necə düşmür, qalıb? hələ biz onu gücləndiririk ki, hələ də daha çox yerin bərkidirik ki, bu bizimdir, bu belə də. Bu necə Amma biz olur? sual verməliyik. Məndə sığarkən cahan və ya iki cahan onun tartışması getməməlidir də. Sən sadəcə fəlsəfi olaraq onu nə deyib bu əslində çox sadədir. Yəni danışaq barədə. Əlbəttə, nədir? Yəni mənə görə pis necədir? Bir həqiqət var. O adam həqiqəti bilir. Bax sən də bilirsən, mən də bilirəm həqiqəti. Sən onu nə qədər dirəşib onun dalında durarsan, məsələn. O deyir ki, zərrə də mənəm, günəş də mənəm, hər şey mənəm. Hər şey mənəm də. Mən deməsəm deyil, məndədir. Yəni Mənim inancıma görə belədir. Məndə də elədir. və onu sübut eləyə bilmir. Adamın gəlib o dərəcə, yəni dərisini soyana qədər etap var da. Yəni sən düşün ki, sənin dərini soymaq üçün nə qədər prosesdən keçib gəlib orada, nə qədər sözün kəsərli bir necə deyim, gücü olmalıdır ki, sən o sözdən əl çəkə bilmirsən. Öz fiziki aləmindən əl çəkərsən, amma o sözdən əl çəkə Nə bilmirsən. dərəcədə böyük xarakterin, duruşun olmalıdır ki, İndi ona görə o duruş var, o həqiqəti bilə-bilə gizlətməmək. O mən hələ yalan söhbətindən danışmıram. Həqiqəti bilirsən və sən onu dirəşirsən bir şahla və yaxud bilmirəm sistemlə. bir qarşı tərəflə və sən dirəşib o sözə görə ölürsən və sən ədəbiyyatın topunda əsrlərlə durursan. Yəni bugünkü artistlər sanki o bir mövsüm üçün sanki bir şeylər olur. 3 ay bunu elədim, sonra 3 ay onu elədim, 3 ay. Amma mən hələ o artistlər tarixdə qalır, ən böyük insanlar və ən sadə insanlar, hansı ki onlar bir şeydən yapışır və onu axıra kimi apara bilir və ona görə ölməyə belə hazırdır. Öz doğrusuna inanır və tətbiq edir, arxasında durur. Mən eynən səninlə razıyam və ona görə Nəsimə olur və 7 əsr o zirvədə qalır. Eynən. Etibar, mən sən Bakıya gəldikcə konsertlərinə gəlirəm. Hansı konsertdə də iştirak edirsən mütləq oluram. Və bir dəfə belə bir hadisə yaşadım səninlə bağlı və bunu müşahidə elədim. Səhv etmirəmsə 2 il əvvəl sən Bakıya gəlmişdin. Mərkəzlərin birində caz konserti var idi. Sabahsı gün klubların birində də sənin setlərindən ibarət elektron musiqi, elektron musiqidən ibarət bir
konsertim var idi deyim. Çünki onu anlamayan niyə ora bilet alsın? Mən ikisinə də bilet almışdım. Salondakı konsertdəki tam fərqli etibar idi. Yəni çox da gözəl ifalarım var idi. Oradakı auditoriya fərqli idi və çox həzz almışdım. Klubda olana da gəldik. Turayna ilə gəlmişdik. Buradan da onu öpürəm. Klubda olana gəldik və mən ətrafdakı insanların sənin ifalarını anlamadığını müşahidə etdim. Elə mən də. Müşahidə etdim ki, gələnlər anlamayıb hara gəlir və səni DJ hesab edirlər. Və hətta sənə musiqi sifariş vermək, gəlmək istəyən insanlar da var idi ətrafımızda. Və mən gördüm ki, bu sənin enerjinə çox pis təsir etdi. Bəli. O andan bu yana deyirəm ki, hər şeyşünasda sual verəcəm. Ki etibar, yaratdığın musiqini dinləyici anlamırsan, məsuliyyəti kim daşıyır? Dinləyici yoxsa musiqiçi? Burada məsuliyyət də məncə yükləməyək. Uyğunluq məsələsi var. Məsələn, orada bəlkə də marketinq səhvi ola bilərdi ki, biz onu düzgün çatdırmamışdıq ki, etibar burada DJ deyil və yaxud da sifariş götürmür. Yəni sadəcə olaraq bir proyekti var, yəni bir layihəsi var. Gəlib onu ifa eləyəcək. Elektron tekno, oriental və yaxud nəsə. Yəni mənə elə gəlir ki, oradakı insanlar anlamayıb gələ bilərdilər. Sadəcə gözləntiləri olub bəlkə. Orada o konsertdən sonra mənə də çox, yəni gəldi sözlər ki, çox insanın gözləntisi orada caz konserti olub və gəldi biz orada elektron gördük. Klubda? Yəni klubda biraz yəni biraz gələn insanların da dərindən maraqlanmağı şərtdir yəqin ki. Ondan sonra mən diqqətli oldum bu şeydə. O mənə çox təsir elədi. Düz hiss eləmisiniz. Mən sənin enişini gözümün önündə, mən sənin enişini gözümlə görürdüm və bu mənim bir yaradıcı insan kimi çox məyus eləmişdi. Mən orada seti saxladım. Nədən oldu bir musiqim var, hansı ki Bakıda çox populyar olmuşdu o dövrlərdə. O gəldi, sifarişi verəndə mən başa düşdüm ki, mən düzgün yerdə deyiləm. Başqa bir YouTube-dan bir sifariş gəlmişdi ki, bunu qoy. Başqa mahnı idi, yəni mənim mahnım deyil. Mən də baxdım, biraz mənə təsir elədi. Çünki adam hara gəldiyini bilmir də. Və mən hiss elədim, onsuz da o enerjidən hiss eləmişdim ki, orada çox da başa düşməyəcəklər mən nə elədiyimi. Ona görə mən küsmədim o barədə ya. Yəni mən əksinə daha da motivasiya yaradı ki, sən düzgün təqdim elə, düzgün insanları yığ, düzgün səni dinləmək istəyən insanlar gəlsin. Və mənə böyük motivasiya oldu. Amma mənim gedişim özümə biraz şey oldu. Yəni mən orada seti saxlamalı oldum və nədən olduğunu qoyub çıxdım zaldan. Çünki səni dinləməyə gələnlər də var idi, yəni. Var idi. Amma kifayət qədər vaxt keçmişdi. 1 saat 20 dəqiqə yəqin ki keçdi. Kifayət qədərdir də bir konsert üçün. Artıq dedim ki, burada yəqin ki mən bitirməliyəm. Çünki insanlar başqa mahnı istəyirdilər məncə. O mənə təsir eləmədi və mən getdim əksinə onun böyük bir şey olaraq yeni bir proyekt hazırladım, yeni bir oriental. Zurna Partidən sonra da indi Nəsimini hazırladım, amma Zurna Partidə o ərəfə idi ki, hansı ki mən elektron səhnələrə başlayırdım. Zurna Partidə indi biraz məndə də şey var, artistik olaraq qabaqlamaq var. Mən hiss edirəm ki, məsələn Zurna gəlir, gələn il. Mən o indi bu gün eləyirəm. İnsanlar onu anlamaya bilər də eyni zamanda. Amma 2 il sonra Zurna gəlir. Mənim treklərim də köynəlir. Heç mənə də maraqlı olmur onları dartıb çıxartmaq. Məsələn bu illəri bütün DJ-lərin setində Zurna alətinə eşidə bilərsiniz. Amma 23-cü ildə çoxdur, belə 22-də, 23-də çıxan şeyi də axı artist 23-də yaratmır. 21-də, 22-də, 20-də, yəni 2-3 ilə yaranır da bir set. Uzun sözün qısası, yəni o şeylərdən öyrənirəm. Onda səni demotivasiya eləmir, əksinə ruhlandırır. Əksinə. Yəni mənim üçün artist bilirsiniz nədir? Məsələn, həkim sizin xəstəliyi sağaldan deyil axı, o özü sağalır onsuz da. Təbiətən özü sağalır. O ona kömək eləyəcək ki, tez sağalsın, düzgün diaqnoz qoyacaq ki, tez eləsin və yaxud da bizdə də belədir. Məsələn, mən bir şeyi təsvir eləyirəm artist olaraq. Mən onu yerə çatdırmalıyam. Yerdəki insanların dilinə çatdırmalıyam. Mən onu nə qədər sadələşdirib, nə qədər sadə dildə onlara izah eləyə bilsəm, onda mən başa düşəcəklər. İzah edə bilirəm. Yəni mən onu əgər mən dirəşib deyirəm, yox, elə mən bundan yapışmışam, elə budur, siz başa düşmürsüz, düşməyin, mən özüm bilirəm. O zaman sən evdə otur, öz işlərinlə məşğul ol, səhnəyə çıxma.
Çünki sən səhnəyə çıxırsansa, artıq sən bunu kiməsə göstərməlisən və Bayaq dediyimiz olmaz onda. O da ona inanır, onu təbliğ eləyir Nəsimi kimi. tamam, tamam. O dövr səhv düşə bilər. Məsələn, çox artistlər var ki, hətta rəssamlar var ki, ölümündən sonra onu Mən anlayırlar, buyam. Van Gogh kimi. Başa insanlar. düşürsən, başa düş. Başa düşmürsən, budur. Amma gəl onu da razı olaq ki, sən əgər konsert verirsənsə, o zal sıfır olacaqsa, tamaşaçısız artist konsert verə bilməz də. Tək konsert verə bilmərsən. Gərək ora Sənin bəs inancı səni- və sən bir inanan sən bir körpüsən. Sən düşündüyün ideya ilə o tamaşaçı arasında körpü yaratmalısan ki, bu tamaşaçı öz tamaşaçını demirəm, hər kəs. Sənin bildiyin bir kütlə var. O kütlə sənə inanır və sən düşündüyün bir ideyanı ona necə göstərə bilərsən ki, onlar hamısı eyni əhvala girsin səninlə. Yəni bunu sən tapmalısan. Artistliyin ən böyük tərəfi elə odur ki, sən düzgün təqdim eləyəsən, təqdimatı vasitə, düzgün vasitəçi, düzgün vasitəçi olasan. Aha. Bəli. Öz ideyandan insan arasında düzgün vasitəçi olasan. Çünki çox artistlər nə isə tutur, elə bilirlər ki, nəsə tutub, amma heç özü də izah edə bilmir ki, bu nə tutub. Prosta tutub nəsə Anladım. belə bir şey. Bir neçə müddət əvvəl Samirə əfəndi ölkə miqyasında linçlənir. Bax sən də beynəlxalq arenada təbliğ etmisən, ermənilərlə də rastlaşmısan. Hətta sənin kilsədə səhv etmirəmsə baş verən konsertində hücumlara da məruz qalmısan. Ümumiyyətlə musiqiçinin siyasi mövqeyi olmalıdırmı və ya musiqi siyasətə alət olmalıdırmı? Siyasətdə tək musiqi yox, demək olar indiki dövrdə, yəni yaşadığımız çox şey daxil olur. Təəssüflər olsun ki, musiqi bilirsiniz nə zaman siyasətə daxil ola bilər. Bir var ki, sən musiqini yazırsan, məsələn, patriot mahnıları ola bilər, patriotik mahnılar ola bilər, hansı ki, o insanlarda o patriot hissini qaldırır. Artıq bu olur vətənpərvər bir musiqi. Sən yəni bununla bir çox insan, yəni əsgər marşları var. Məsələn, əsgərlərin bir yerdə hərəkəti üçün o ritmləri, marş ritmi deyirik. Yəni bunlar da var. Bu da musiqidir. Amma sənin yanaşmana baxır da, sən necə bu ilə oynamaq istəyirsən, pis çıxmasın. Yəni siyasi alətə necə çevrilirsən? Özün onu siyasi alətə çevirmək istəyirsənsə, çevirə bilərsən. O da sənin artist olaraq necə deyim, planlarına bağlıdır. Yəni sən necə bir artist kimi görünmək istəyirsən, sən kənardan özünü necə göstərmək istəyirsən. Və əmin eləyim ki, kim necə görsənmək istəyirsə də elə də görsənir. Və görən adamlar da görür. Hamı görməyə bilər, amma görənlər görür. Linçdə haqlıdır onda millət. Bu yıxılanı baltalamaq məsələsinə oxşayır biraz. Bilmirəm, bu məsələnin doğru və yanlış tərəfi yoxdur. Hər iki tərəfi var. Ona görə İnsanlar bəzən bir şeyə yaxın, xüsusən də bizim ölkədə bu var, hansı ki, xoşlayırıq da biraz belə tema olsun, mövzu olsun, üstündə biraz atışaq, biraz yazışaq, orada özümüzü göstərək. Yenə də bir yağ danışdığımız egoya gəlir, dirənir bu məsələlər fərd olaraq. Linçlənir, yəni onun pisliyinədir. İki başlı məsələdir. İki başlı məsələdir, bəli. Yəni burada bir xeyir, zərər məsələsi yoxdur. Sən olsa necə davranardın? Mən ümumiyyətlə elə bir mən musiqini müsabiqəyə salmıram. Yəni mən ümumiyyətlə özüm həyatımda bir dəfə müsabiqədə iştirak elədim. Bəstəkarlar müsabiqəsi idi. Düzdür, qalib oldum. Amma ondan sonra mən gözümdən düşdü də bütün müsabiqə tipli şeylər. Yəni musiqi heç vaxt biz bayaq danışırıq ki, sən artistsən, sən bir şey götürüb yerə çatdırmaq istəyirsən. Sən orada nə işin var da? Yəni müsabiqə olaraq və yaxud da hər hansısa bir. Yəni mən özüm istəmərəm elə bir şeydə iştirak eləyim. Eurovisiona layihə verəndə də sonra çox özümü qınadım. Mahnı yazmışdım. Çox uyğun gəlirdi format olaraq. İlkin Dövlətovla Mila Miles biz 5 dəqiqədə gəldik. Ondan sonra özümə tənqidi yanaşdım və müsabiqə olduğuna görə, hətta orada başqa həm siyasi, həm başqa tərəflər rol oynadığına görə düşündüm ki, burada musiqidən, yəni bu danışdığımız yaradıcı mühitin heç bir aidiyyatı yoxdur.
Yəni o biraz baxış toplamaq, biraz populyarlaşdırmaq, bunlar sənət deyil axı, yəni art ola bilməz. Sənə elə gəlmirmi ki, bəzən elə kütləyə qarşı elə yumruq, sərt olmaq lazımdır? Valla mən heç vaxt sərt olmamışam, amma heç vaxt da kütlədən mənə qarşı qeyri-hörmətsiz yanaşma görməmişəm. Yəni Bir məncə artist gördüyün kimi işlər, empatiya qursan bəs. yəni belə deyim də, mənim konsertimə hücum olanda o mənim yerimdə o artistlərin heç biri olmaq istəməzdi yəqin ki. Heç o komment yazan adam da olmaq istəməzdi yəqin ki. Çünki sən o cür stressin altında yəni 60-70 nəfərin birdən-birə girib o insanları dağıtmağı və belə də təcavüz. Yəni bunun qarşısında mən çıxıb nə deyə bilərəm ki? Bu da var. Yəni bu belə də eləyiblər. Belə də eləyə bilərlər. Və yaxud da mən o Rusiyadakı məsələ rejissor mikrofonların başına rejissor qonşularımızdan biri idi və başladı mikrofonları kəsməyə və xələl gətirməyə şouya. Yəni bu halda bu biraz o şəxsiyyətin özünün yanaşma tərzidir ki, belə bir hərəkətlər eləyir və yaxud da o qruplaşmanın yanaşma tərzidir ki, belə bir şey verir. Yəni mən düşünmürəm ki, bizim kimi gənclər duraq yığışaq gedək hardasa nəsə eləyək. Yəni mən inanmıram ki, Bakıda, yəni ən azından mən də burada böyümüşəm. Yəni bizim tərbiyə ona imkan verməz ki, biz gedək vandalizm eləyək nəsə. Amma o da olur, o da var. Mənə elə gəlir ki, öz pozisiyanda qalmaq. Məsələn, yenə deyirəm, yəni heç vaxt olmayıb ki, kimsə, yəni mən linçlənsin. Hə, sən linçə qarşı necə reaksiya verəcəyini hələ bilmirsən. Yəni bu sənə necə təsir eləyərdi? Mən ümumiyyətlə düşünürəm ki, yəni sən fikrini necə ifadə eləyirsən, necə təqdim eləyirsən və o fikrin dalında nə durur? İnsanlar onu gördüyünə görə əslində linçləyir. O fikrin dalında duran şeyi hiss eləyir insanlar, amma bilmir, soruşsan bilməz. Amma bilir ki, bu deyil də, bunu girib nəsə yazmalıdır, yəni elə çıxartmalıdır da öz içindən. Şeylər çoxdur, o qədər necə deyim, misallar çoxdur. Mənə gəlir ki, yenə də insan öz xarakterinə, yəni mən heç bir şey girib yazmaram, yəni o barədə ki, ya içimdə yoxdur, elə bir şey, mübarizəm yoxdur ki, mən girim bunu yazım, sübut eləyim ki, mən düzəm. Yəni sən reaksiya verməzdin belə. Mən ümumiyyətlə yəni ora getməzdim. Okay. Jurnalistlərin fəaliyyəti ilə bağlı soruşacağam Etibar. Məsələn, sizin uğurlarınız haqqında ümumiyyətlə qarşılıqsız formada işıqlandırma gedirmi? Xeyr. Bu məncə çox ciddi problemdir. Bəli. Ki burada tərəf nə olmalıdır? Məsələn, mən niyə sənin uğurların haqqında mediadan məlumat ala bilmirəm? Bunun bir tərəfi budur ki, niyə bu ödənişli şəkildədir? O zaman mədəniyyət necə virallaşacaq? Avropa saytları okey, Avropa ataşeləri okey, amma buradakı saytlar heç bir şəkildə yazmır. Yazır. Mən məsələn çox festivallarda hər dəfə bizim məsələn ad çəkmək lazımdır yoxsa yox? Yəni ən məşhur saytlarımız, ən belə kulturanı öndə göstərən jurnallarımız olsun. Çəkin, niyə də biz çəkməyək ki, kulturanı öndə yəni mədəniyyəti az olsun, Dəyaz olsun, Nərgiz maqazin olsun. Yəni bir yadından çıxa bilər, amma mənim haqqımda həmişə müsbət şeylər yazılıb və çox var və özdə məndən xəbərsiz yazırlar. Ondan sonra göndərirlər. Bəli, mədəniyyəti kütləvləşdirilir. Yəni bizdə elə bir şey yoxdur ki, bizim problem əslində bilirsiz nədir? Biz məsələn o deyir başqası bir dənə şey eləyir 10 dəfə göstərir. Biz 10 dənə şey eləyib bir dənəsini güclə göstərə bilirik, çünki vaxtımız yoxdur ona da. Oturaq mən hər həftə bir yerdə nəsə eləyirəm, heç çatdırıb o şəkilləri toplayıb, videoları toplayıb göndərə bilmirəm də, çünki başqa konsertə gedirəm. Yəni o gün nəsə çatdırdıq, nə story, nə Instagram, nə elədisə elədik. Yəni heç ona xüsusi şey eləmirik. Diqqət eləmirik. Bəlkə də eləməliyik. Bir komanda olmalıdır, eləməliyik ki, bizim musiqiçilərin beynəlxalq arenada nələr etdiyindən xəbərimiz olsun. Məsələn, buradakı gənclər də ilhamlansın. Təsir edən oldu ki, sonda məsələn keçən ay mən Milan Fashion Week-də ifam oldu. Məsələn, heç vaxt defile ifası eləməmişdim. Amma bu barədə heç kimin xəbəri yoxdur. Siz də game sahəsində olduğunuza görə. İzlədim. Ancaq story şəklində qalır da belə şeylər. Məsələn, istəyərdim ki, o proyekt haqqında yazılsın, çünki Qalib Həsənov bizim çox istedadlı bir Gürcüstan Azərbaycanlısı
və çox möhtəşəm işlər, Bəli, bizim Lənkərandan gətirdiyi ideyalar, hansı ki, o toxunma, qadınların toxunduğu materiallardan yeni paltarlar və Milandakı necə deyim, ona olan reaksiya, musiqi ilə bizim onu qurmağımız, necə qurduq. O Who You Are albomundan mən ifaları saldım ora. Çox ambiyans, belə zurna da var orada. Bəzən tək muğam da ola bilər, Biz bəzən bunu bilmədik. Media olaraq. Mənlə orada olan insanlardan başqa çox adam bilmədi. Düzdür, böyük fashion səhifələri, Milan Fashion olsun və yaxud da böyük səhifələr hamısı bu barədə yazdı. Yəni demək istəyirəm, Avropada bu şeylər çox rahatdır və sən istənilən yerdə ifa eləyən kimi görürsən ki, xəbərləri çıxa bilər. Xüsusən də festivallarda və belə fashionla bağlı işlərdə. Amma yenə düz deyirsiniz ki, bu barədə biraz diqqətli olmaq lazımdır ki, Bu nə üçün məncə lazımdır? Məsəl üçün biz Milan Fashion Week-ə gedən blogerləri bildik, amma etibarla yəni etibarın orada çıxışını və yaxud da Gürcüstan Azərbaycanlısı olan Qalibin oradakı pakaz moda nümayişini görmədik. Bu ciddi problemdir. Buradakı gəncləri də ilhamlandırmaq lazımdır. Bunlara necəsə çıxış lazımdır. Amma sizə deyim ki, bax siz izləyirsiniz deyə, yəni sizə maraqlıdır mənim yaradıcılığım, ona görə sizin xəbəriniz var. Mənə gəlir ki, yəni insanlar maraqlananda istəsələr taparlar. Yəni istəsələr deyəndə ki, əgər mənim yaradıcılığım kiməsə maraqlıdırsa, məncə onun xəbəri olacaq. Etibar, mən cəmiyyətimizdə belə bir şey müşahidə eləmişəm. Məsələn, bir yerə gedirəm, ilk görüşümə görə qarşılayırlar. Amma bir müddət sonra məsələn başa düşürlər ki, evlisən, 3 uşağın var. Qəribə bir elə bil hörmət sertifikatı alıram. Elə bil bizim cəmiyyətin belə ailə fetişi var. Qəribə belə hörmətə minirəm. Gözlərdə baxışlar dəyişir. Biraz 3 uşağın. Hə, 3 uşağın belə hörmətli oluram nəsə. Sonra düşünürəm evliliyi şuurlu şəkildə seçməyən və yaxud da boşanan, amma çox uğurlu olan, özünü reallaşdıran dostlarım var və cəmiyyətin bu fərdləri var ki, bunu şuurlu şəkildə seçmirlər. Sənə elə gəlmirmi ki, bu ikili standart ailə dəyərinə görə bir insana dəyər vermək bir cəmiyyət olaraq bizə nə verir? Niyə bunu edirik səncə? Yəni sən düşünürsən ki, sən harasa gedəndə ona görə sənə xüsusi diqqət varsa? Yox, xüsusi diqqət başqa məsələlərə görə var. Amma deyək ki, məsəl üçün məni tanımır. Amma 3 uşaqlı evli bir qadın statusu ilə orada o baxışlar dəyişir. Daha sanki ciddi oluram onların gözündə. Bu məni uzun illərdir düşündürür. Çünki mənim elə dostlarım var ki, çox uğurludular, çox hörmətlidirlər, amma ailə qurmağı seçməyiblər bu insanlar. Bu ikili standart səncə cəmiyyətdə niyə var? Mənə elə gəlir ki, yəni olduğunuz mühit, mənə elə gəlmir ki, siz o dostlarınızla olanda onlar da sizə elə baxır. Yəqin ki, təbiətlə əlaqəlidir də. Yəni ən böyük işi görmüsüz də 3 dəfə. Yəni o az bir şey deyil. Yəni mənim övladım yoxdur. Ona görə mən bəlkə də eyni şeyi hiss eləməyə bilərəm. Çünki mən gedəndə demirəm mən 3 uşaq atasıyam. Yəqin ki, mənim gördüyüm işlərə görə fikir verirlər. Sizin də həm ana olmaq bilirsiniz də nə qədər böyük bir məsuliyyətdir. Yəni insan bir nəfər həyata gətirəndə onun bütün məsuliyyəti, həyatı siz 3 dənə 3 qat çempionda belə deyək. Ona görə xüsusən də belə bir inkişaf edən cəmiyyətlərdə, yəni bu çox önəmlidir də ki, qadın necə saxlayacaq, necə bu uşaqlara tərbiyə verəcək və bizim cəmiyyətdə axı çox şeydə qadının üzərinə yükləndiyinə görə siz qəhrəman ana kimi hər yerdə hörmətlisiniz. Yox, yəni ailə statusu səncə ailə statusu biraz odur ki, bizim cəmiyyətdə o var ki, sən evlənməlisən onsuz. Aha, onu sor. Variant yox. Bura gəl. Gəl bura. Gəl bura. Yəni evlənməlisən məsələsi var. Bütün insanların belə deyəndə ətrafda danışanda, xüsusən də o sovet görmüş insanlar daha çox bu məsələdə ailə olmaq daha müqəddəsdir sanki, nəinki. Müqəddəsdir. Müqəddəsliyinin də şeyi var əslində. Müqəddəs deyil səncə? Məncə müqəddəsdir. Məsəl üçün mən son 2 ilə qədər hər şeyi çox müasir düşünürdüm. Amma sən deyirsən 2003. Məndə də 2003-dən sonra 23-dən sonra gələn dəyişiklik budur ki, mən düşünürəm ki, biz necəsə köklərimizə dönəcəyik. Onsuz da dönmüşük. Biz sadəcə oyun oynayırıq. Sadəcə biz gəncliyin verdiyi bir xəyalpərəstliklə bir dənə mənim həyatımı dəyişən Mark Wallen'ın bir kitabı var.
Bilmirəm oxumusan? Yox. Səninlə başlamadı. Bu mənim həyatımı dəyişmiş bir kitabdır. Orda deyir ki, hara gedirsən get, şəfalanacağın yer doğulduğun evdir. Yəni Elədir. ailəvin içidir Elədir. şəfalanacağın Elədir. yer. Sənətdə də elədir. Məsələn, mən onu günü-gündən hər gün özümə təsdiq edirəm. Muğam çaldıqca, muğamları göstərdikcə, milli musiqi, aşıq musiqisi, təzə bir aşıqla bağlı bir şeylər eləyirik və yaxud da elektron musiqidə şərq yəni atmosferası, şərq muğamları indi görürsüz nə qədər populyar olub. Yəni bunlar hamısı bizim kökümüzdür və günü-gündən mən özümə də təsdiq edirəm ki, mən əslində o elə bir fırlanıb yenə o dairənin başına gəlirəm. Amma o fırlanmaq çox əhəmilidir də. Çünki sən qaydanda əvvəlki kimi eləmirsən. Sən görə-görə bu yox, bu yox, bu yox, bu yox, bu yox, bu yox, gəlirsən həyə çatırsan, Onda özünə cəmiyyət çatırsan. haqlıdır onda ailəyə dönməkdə. Əlbəttə ki, haqlıdır. Əlbəttə ki, haqlıdır. Əgər sənin uşaqdan böyük bir motivasiyan yoxdursa bu həyatda, elə uşaqdır da. Yəni Bunu düşünüm. Uşaqdan böyük motivasiyan yoxdursa, nə ola bilər? Yəni uşaqdan yaşam böyük? sənin yaşamın bu dəqiqə onlar üçün nə qədər, yəni sənin üçün nə qədər vacibdir, yəni onların yanında olmaq. Bəlkə də sənin brendin və yaxud da podkastın bu qiyaslaya bilmərsən sən bunu öz övladlarınla, düzdür? Əlbəttə. Yəni Amma keçən dəfə qızımla söhbətdə belə bir nüans yaşadım. O qədər belə təsir eləyib mənə. Qızımın 15 yaşı var və keçən dəfə analığımı sorğuluyuram mən hər Bəli. daim ki, məsələn, evdə bəzən olmuram. Onlar dərsdən gələndə mən onları qarşılamıram. Evdəki köməkçimiz qarşılayır. Mən nə dərəcədə yaxşı anayam deyə düşünürəm və qızımdan soruşdum ki, sən necə bir ana istəyərdin evdə görəsən? Mən çalışım onu öz üzərimdə edim. Deyir, necə bəyəm? Mən axı səninlə xoşbəxtəm. Deyirəm, məsələn, sən istəyərdin, sən gələndə mən həmişə evdə olum və sizə o yeməyi mən bişirim, mən qoyum. Dedi, mən bunu etsən, sən mənim 2 gün mədəmi doyuzdurarsan. Ancaq sən bu formada ana olmaqla həm mənim qəlbimi doyuzdurursan, həm beynimi doyuzdurursan. Bu mənə o qədər toxundu ki, bu söz ki, mənə elə gəlir ki, bəzən özümüzü boş yerə günahlandırırıq. Hər şeyin bir necəsə xidməti var ətrafımıza, ailəmizə. Mən də sənin kimi düşünürəm ki, həqiqətən gedib dönüb qayıdacağımız elə doğulduğumuz evdə ailədir, ata-ana, onların yanında necəsə şəfalanacağıq. Bu söhbət çox əhəmilidir. Dedim, gedib orada 100 nəfər fransız musiqiçinin tayı olmaq, yəni mən gedib o məqsədi götürüb onlar kimi olmaq istəyim ola bilərdi. Amma mən hiss eləyəndə ki, mən onların heç vaxt muğam qədər ifadə edə bilmərəm, dönürəm özümə də. Yəni qəbullanırsan və bununla fəxr eləyirsən. Bu çox əhəmili məqamdır. Əvvəldə fəxr eləyə bilərsən, çünki sən o birisləri görməmisən. Amma sən gedib yoxları görüb gələndə, hətta mən fransız qızla münasibətdə oldum bir neçə illər. Bərabər də yaşadıq bəzən, 1 il yarım. Amma ümumi götürəndə 11 ildir mən oradayam və 11 ildir tək yaşayıram əslində. Təkliyin də çox böyük, tək olun. Böyük şeylər var. Amma o münasibətdən sonra mən başa düşdüm ki, mən özümü öldür. Yəni mənim münasibətim heç vaxt xarici bir insanla olmamalıdır. Mənim əgər ailə qurmaq istəyirəmsə, mən düşünürəm ki, mütləq şəkildə Azərbaycanlı olmalıdır. Çünki Azərbaycanlı olmayan istənilən bir şəxs həmişə sənin üçün siz-biz söhbətini açacaq. Sizdə elə, bizdə belə, bizdə elə, sizdə elə, sizdə belə oldu, mənim ailəm, sənin ailən, bizim kultura, mədəni dəyişikliklər, başqa həyatlar, başqa yaxşı misallar var. Tanıdığım yaxşı misallar var, hansı ki, başqa ölkələrdəndirlər və çox yaxşı da ailələr və s. Amma sırf özümlə müqayisə edəndə mən görürəm ki, mən nə qədər muğama bağlıyamsa, nə qədər milli musiqi olsun, nə qədər milli şeylərə bağlıyamsa, yəni mənim telefonumun xalça gəzdirirəm üstümdə, yəni xalçadır şey. Yəni o evimdə də elədir, yəni çox şey onun müasir təqdimatını axtarıram, düzgün təqdimatını axtarıram. Demirəm ki, olduğu kimi göstərmək, o görürsüz də indi müasir baxışdan daha başqa cür şəkilləndirmək olur. Eyni, yəni mən düşünürəm ki, həm münasibətdə, həm musiqidə, yəni özüm burada doğulub buranın havasını, suyunu mən götürmüşəmsə,
bunu daşıya bilərəm və bunu yaxşı təqdim eləyə bilərəm. Bu iki fərqli münasibət, məsəl üçün Azərbaycanlı xanımla və yaxud da fransız bir xanımla münasibət ən əsası sənə nə öyrətdi? Yəni yenə də yalan nə məna? Yalan danışmaq məsələsi bu Azərbaycanda çox görürəm. Ailə içində xırda yalanlar da ola bilər, mikro yalanlar və yaxud da bu xətrinə dəyməmək üçün nələrsə. Amma o transparency məsələsini, şəffaflıq məsələsini mən Avropada, tək o qızla deyil, ümumiyyətlə Avropadakı münasibətlərdən öyrəndim ki, yəni sən necə varsansa, sən o elə olduğuna görə biz səni qınamırıq. Sən necəsənsə eləsən. Amma necəsənsə onu bizə göstər də, oynama. Məsələn, burada oyunlar biraz daha çox görürəm. Yəni insanlar oynayıb yaxşı olmağa. Həmişə o söz var ya, yaxşı olmağa çalışma da, özün olmağa çalış. Yəni özün ol. Yəni biz münasibətdə özümüz kimi olmuruq. Çox zaman görürəm ki, biraz orada variantlar olur da. Fərqli göstərmələr. Biraz yapışmaqlar, o qəribə şəkildə, yenə də o üzərində, yəni tək insan xoşbəxt olmayanda bərabər də xoşbəxt ola bilmərsən də. Yəni sən özünlə tək vaxt keçirə bilmirsənsə, kim sənə gəlib qoşulsa maraqlı vaxt keçəcək. Bu şəxsi sahəyə hörmətsizlik kimi bizdə o şəxsi sahə yoxdur. Hörmət yoxdur. Bizdə elə Me time yoxdur. Mən vaxtı yoxdur. Öz məsələn indiki podkastlarda dinləyəndə çox vaxt belə söhbətlər eşidirəm ki, məsələn həftədə bir dəfə nə bilim nələrsə eləməyin, normaldır və yaxud da kravatlarınız ayrı olsun, ayrı yatın və yaxud da belə eləyin. Görürsən ki, maksimum onların istəyi odur ki, sən şəxsi sahəni götürə biləsən. Bu sənin şəxsi tərəfindir. Bu qarşı tərəfin şəxsi tərəfidir. Bu da bizim ortaq tərəfimizdir. Biz ortaya nə qoyuruqsa odur. Bizim şəxsiyyətimiz şəxsi tərəfdə əgər xoşbəxtçilik yoxdursa, hüzur yoxdursa, bir şey yoxdursa, mən artıq o hüzuru yapışıb gərək kimdənsə alım. O da əyri münasibətdir, hansı ki getmir və bir yerdə vurur çıxardır. Özü hansı səbəblər ki səni vurur, o sənə ən böyük problemə gətirir çıxardır. Kiçik bir şey böyüyür. Ona görə münasibətə artıq onu öyrənmişəm ki, Avropa təcrübəsindən sonra ki, münasibətə girəndə artıq yəni necə varsan, yəni tam belə şəffaf şəkildə olmalısan ki, şəffaf şəkildə də görəsən və qarşıda da şəffaf şəkildə bir müstəvi yaransın. O ortalığı sən düzgün doydura biləsən, düzgün enerji verə biləsən, özünü də unutmayasan. Çünki çox zaman münasibətlərdə biz özümüzü unudub hər şeyi ora veririk. Düzgün deyil, düzgün saymıram. Mən də sənin kimi düşünürəm ki, insanın şəxsi sahəsi mütləqdir. Evet. O olanda birləşmə də gözəl olur. Eynən. Məsələn, mən düşünürəm ki, insanlar evlidir deyə o demək deyil ki, yapışıq formada yaşamalıdırlar. Mən bunu bacarmıram və həyat yoldaşım da sağ olsun buna hörmət eləyir ki, ikimizin də şəxsi sahəsi var, sosial həyatı, dostları ilə keçirdiyi vaxt. Bu mənə elə gəlir ki, uğurlu evliliyin qayəsidir ki, və yaxud da sirləridir ki. O deyir ki, iki toxumun münasibəti mümkün deyil də. Yalnız iki çiçək münasibət də ola bilər. Bir-birinə söhbət eləyə bilər. Çünki onlar artıq inkişaf eləyib açıblar və sonra onlar bir çox qəşəng misaldır. Çox gözəl misaldır bu. Çox haqlısan. Ki bizdə bu var, bəli, ki özümü fərqli göstərim. Məsəl üçün münasibətin əvvəlində də özümü daha belə fərqli. Yəni bizim ən böyük şeylər məni çox narahat edən tərəflər o estetik söhbətlər heç mən qəbul edə bilmirəm. Qadınların kişilərin də artıq, yəni hər tərəfli insanlarda özünü qəbul etməmək problemləri, barmaq eləmək problemləri. Bir qadında məsəl üçün çox estetik toxunuşları olmağı mənim ətrafımdakı bəy dostlarımdan gördüyüm qədərilə bu onları itələyir. Bəs xanımlar nə üçün bunu edir səncə? Yəni müqayisə bilirsiniz, mənim müqayisəm o yaşamaqdandır. Yəni mən bu ilə mübarizə yəni yaşamağı istəyirəm, yaşamaq istəyirəm də belə deyək. O yaşamağınla müqayisə eləyəndə o sənin o buram 1 millimetr belə olsun, buram 2 santimetr belə olsun. Yəni bu sənin yaşam anlamını dəyişmir. Mənasını da dəyişmir. Səni daha yaxşı, daha müdrik eləmir. Səni daha şey eləmir. Maksimum nə olacaq? Deyəcəklər ki, bu da barmaq elədi, oldu belə. Bir qadında nə səncə cəlb eləyir? Yaradıcı insan kimi. Ümumiyyətlə münasibətdə kişi kimi əgər deyirsinizsə, orada o şəxsi sahələr çox önəmlidir mənim üçün. Məsələn, münasibət başlayanda birinci şərtlərdən biri odur ki, hər kəsin öz şəxsi və xoşbəxt. Yəni sən tək, mənsiz xoşbəxt olmalısan. Mən də sənsiz tək xoşbəxt olmalıyam. Əgər biz bunu birləşdirə biliriksə, ortaq bir müstəvi yaradıb bir-birindən zövq ala biliriksə, nə gözəl. Əgər burada bir şey pozulursa, bir dəngə pozulursa, heç ehtiyac yoxdur.
Yəni ehtiyac yoxdur. Açığı mən bir neçə münasibətdən sonra əlimi üzmüşdüm ki, ümumiyyətlə sən düşündüyün insanı heç vaxt tapa bilmirsən. Wow. Amma mən bu yaxınlarda bir münasibətə başladım. O mənə öyrətdi ki, əslində tapa bilərsən. Çünki sən deyir 5 dənə istə, 15 dənə verəcək məsələsi. Həqiqətən sən dəqiq nə istədiyini bilsən taparsan. Beyin dəqiq nə istədiyini biləndə onu tapır. O bilməyəndə o tapa bilmir. Çünki bilmir nə istədiyini. Etibar, mən podkastların birində, yəni öz podkastımda belə bir misal çəkmişdim ki, məncə insanlar evlilikdən öncə bir evdə yaşamalıdırlar. Bu Azərbaycan cəmiyyəti üçün keçərli idi və mən linç yedim. Nə qədər köklərimə dönsəm də hələ də eyni fikirdəyəm, peşman deyiləm fikrimdən. Çünki mənə elə gəlir ki, boşanmaların sayı ona görə artıb ki, bir evin içinə girmədən bu sanki evlilik oyunu başlayır və bu biraz lotereya kimi olur da. Sən onu bir naskısını, sən onu belə corabsız, nə bilim pijamada, ən baxımsız halında və yaxud da qadını aybaşı siklindən öncə bir 5 gün əvvəl görüm onun o daxili təlatümləri olanda məişətdə yaşa da onu yəni. Yaşa bir görək o evdə siz ümumiyyətlə bir sənətə qol çəkə bilərsinizmi ümumiyyətlə? Bu barədə nə düşünürsən? Oradakı formatla burdakı formatın fərqi? Təcrübə onu göstərir ki, hələ də Avropa yanaşması daha uyğundur və daha uzun ömürlüdür. Çünki onlar yaşamadan evliliyə, hətta çox yəni insan var. Orada sənət kimi baxırlar o işə. Yəni evlənməyə sənət kimi baxırlar. Ola bilər ki, uşaqları var, 3 dənə uşağı ola bilər. 10 il sonra qərar verər ki, gəl gedək bir dənə bunu qeyd eləyək, sadəcə bir dənə sənədləşdirək. Halbuki onlar artıq 10 illik münasibətləri var və yaxud da uzun bir ömür yaşayıblar. Yəni onlar üçün axı sənəd bu birinə oxşayır. Mənim diplomum var. Amma sənin nəyin var onu biz bilmirik də. Prosta diplom var. Yəni o sənəddir sadəcə. Məsələni həll eləmir. Ona görə Avropa yanaşmasında mən də dəstək eləyirəm o cəhətdən ki, düz Avropada hər şey əla deyil. Hər yerdə olduğu kimi yaxşı və cəhətləri var, uyğun olmayan cəhətləri var, amma sırf evlilikdə mütləq şəkildə o baş verməlidir. Sən yaşadığın insanı siz demiş, o çox incə məqamlardır. O məqamları sən sən hər gün bir insanla görüş, yenə də o məqamları görməyəcəksən bayırda. Yəni bayırda görürsən. Hər gün restoranda kim özünü necə aparacaq ki? Və yaxud da teatrda, kinoda kim özünü artıq eləyəcək ki? Bütün o açılımlar, bütün o içdə olan gizli şeylərin hamısı yaşaya-yaşaya baş verir. Çünki insan bir gün oynaya bilər, 2 gün oynaya bilər, 3 gün oynaya bilər, amma inanmıram ki, bir insan 3 ay durmadan oynasın. Yəni bir yerdə sızır da, bir yerdə sızır. Yəni bir mikro reaksiya ola bilər ki, oradan sən anlaya bilərsən ki, bunun altında nə boyda qaya durur. Və Azərbaycandakı o düşüncəni biraz yəni uğursuz hesab edirəm. Yəni o da faktdır ki, boşanmalar yəqin ona görə çoxalıb ki, lotereya kimi bir evə girib sonra uyğunlaşa bilməmək və belə, yəni o təcrübədir də. Şəhriyar Delqərani bu yaxınlarda bir müsahibə verib ki, yaradıcı insanlar evlənməsin, hətta ata da olmasın. Çünki bu yaradıcılığı necəsə məhdudlaşdırır kimi bir açıqlaması var. Sonra mən düşündürür ki, bu fikir haqlıdır da adam. Məsələn, uşağının təhsil haqqını ödəyə bilməyən şair necə romantik şeir yazsın? Bir tərəfdən də düşünürəm ki, repressiya dövründə necə şeirlər? Romantik şeir cildində siyasi şeirlər yazılırdı. Bəli. O da okey, hər dövrün özünə uyğun bir məhdudiyyəti var. O da məhdudiyyətdir, bu da məhdudiyyətdir. Necəsə o dövrdəki məhdudiyyətdən sənət doğur, bu dövrdəki məhdudiyyətdən sənət görbagör olur. Səncə səbəb nədir? Mənə elə gəlir ki, o yəni olmalıdır, olmamalıdır məsələsi deyil də yenə də. Çünki bu biz deyəndə olmalıdır, biz bir modeli göstəririk. Amma halbuki həyatda tək o model mövcud deyil də, bir neçə model mövcuddur. Yəni evlənən yaradıcı insan da var, evlənməyən yaradıcı insan da var. Mənə elə gəlir ki, biraz olmalıdır, olmalı-məli məsələlərini biz gərək yığışdıraq. Uyğunluq məsələsi var. Bu insana uyğundur. Ola bilər ki, yaradıcı insandır, o elə evlənib uşağı olandan sonra onun ən böyük mesajı əmələ gəlib o öz dinləyicinə və yaxud da seyircisinə o düzgün mesajı çatdıra bilər.
Yəni yenə deyirəm də olmalıdır Bu söhbətlərdə. individual məsələdir. İndividual onda. məsələdir və sən şəxsi həyatındır da, yəni kimsə deyir ki, olmamalıdır. İndi mən yaradıcıyam, gəl o sözə inanım. Sevdiyim bir qız var. Mən heç vaxt evlənməyib ki, mənə deyiblər ki, sən evlənmə, çünki yaradıcıyam. Yəni biraz Biraz da sənə elə gəlmiş idi ki, bu məişət yaradıcılığı sürtür məsələsi biraz da yaradıcı insanların məsuliyyətdən qaçmağına bir bəhanə deyil. Sən necə bir məsuliyyətdən. Məsələn, istər-istəməz evlilik bir məsuliyyət Bəli, almaqdır, bəli. məişət də bir Aha, məsuliyyətdir. Bunun sabahsı gün uşağı Bəli. da olacaq, əlavə Bəli, məsuliyyətdir. Evlilik, məişət yaradıcılığı sürtür məsələsi Yəni biraz siz elə məsuliyyətdən düşünürsünüz qaçma ki, deyil. yaradıcı insanların məişət həyatı yoxdur. Yox, var. Mən yaradıcılıqla daima məşğul olan insanların fikrini deyirəm ki, belə bir formalaşmış, qəlibləşmiş bir fikir var. Okay. Yaradıcılığı sürtür məişət. Təsiri var. Təsiri var. Amma yenə də individual nisbi məsələ. Yəni elə case tanıyıram ki, doğrudan da yaxşıdır, elə case tanıyıram ki, uyğun gəlmir. Yenə də bu kiminlə, yəni sən əgər evlənib xoşbəxt olmayacaqsansa, sən ümumiyyətlə insan kimi heç xoşbəxt olmayacaqsan. O ki qaldı hər hansısa bir yaradıcılıqdan uğur qazanasan, yoxsa nəyinə. Heç həyatın yəni mənim üçün o yaradıcı uğurlar çox önəmli bir şey sayılmır, açıq desəm. Yəni o düzdür, onun arxasında böyük bir əziyyət durur, gecələrlə yatmamaqlar durur. Bir albomun çıxması üçün ən azı 1 il sənin bütün fikirlərin, o fokusun orada olur. Böyük bir əziyyət durur, amma mən o uğuru sən həyatda qazandığın bir dənə o xasiyyətindəki dəyişiklik uğuru ilə müqayisə eləmirəm. Yəni o birisi daha ağır gəlir. Daha mənim üçün daha düzgünü sən öz üzərində qurduğun o template. Mən o template sözünü istifadə edirəm. Bir koddur da. Bu kodda sən nəyi dəyişə bilirsən və necə dəyişə bilirsən, niyə dəyişirsən və bu sənin xeyrinədir və ətrafının xeyrinədir. Çünki çox zaman olur sənin xeyrinədir, amma ətrafa ziyan verirsən. Yəni bu hər tərəfli o çaxnaşmada sən hansı qərarı verəcəksən və özündə insan kimi hansı müsbət keyfiyyətləri aşılayıb və kiməsə bəlkə ilham verə bilərsən və yaxud da kiməsə bir sadəcə bir sözlə bəlkə kimisə həyatını tamamilə dəyişə bilərsən. Yəni bunun qarşısında bir dənə yaradıcı bir uğur qazanmaq mənim üçün çox aşağıda qalır, açıqdır. Çünki istənilən insan yaradıcılığa girib hər hansısa bir uğur əldə edə bilər. Nə baş verirsə fərqi yoxdur. Onun mənim daxilimlə əlaqəsi var. Mən onu daxilimdə bu var deyə mən onu görürəm, qarşıma çıxır və mənə necəsə aynalı verir. Çox ciddi mesaj idi. Etibar, çox sağ ol ki gəldin. Sabah konsertdir, səhv etmirəmsə. Konsertlər haqqında da məlumat ver. Düzdür, biz bu efirə gedəndə konsert bitəcək, amma daha gələcəkdəki planların, konsertlərin bizi nələri gözləyir? Hansı bayaqki albom gözləyir bizi. Yanvar ayında mənim üçün çox önəmli o Who You Are, sən kimsən albomu və onu vizual olaraq mən elə bir şey istəyirdim eləyim. Çünki bu albom kimi qalmasın, bu bir sənət əsəri kimi qalsın və mən vinil çıxardıram. Vinilin üzərində adsız, familiyasız bir göz var, hansı ki onu özüm dizayn eləmişəm. O gözü istəyirəm ki göz mesaj verir necəsə. O baxan tərəfdir də. O üçüncü gözdür. Neçənci göz istəyirsiniz olsun. Mənim görür, o görən tərəfdir. Mən istəyirəm ki, onu bir gözəl frame ilə təqdim eləyim, yəni çərçivə ilə təqdim eləyim və o vinili sən o çərçivəyə qoyub art əsəri kimi divardan asa biləsən. Hələ çıxmayıb deyə gətirmədim. Gələn dəfə yəqin ki, gətirib hədiyyə eləyəcəm mütləq şəkildə. Və bu istəyirəm ki, bu belə bir şeyə çevrilsin ki, yəni bu frame-i də, bu sənət əsərini sən artıq qoyanda bilirsən ki, orada sənə baxan bir kimsə var, göz var və özünü sən də görəsən. Yəni və əsas iki sual, sən kimsən və sən hardasan? Sən kimsən, hardasanı tapmayacaqlar. Yəqin ki, kimsəni də tapmaq çətindir, amma ən azından bu sual verib, yəni xoşbəxt olmağı, huzurlu olmağı, özünü tanımağı, yəni nəyisə dəyişməyi, əgər dəyişirsənsə o konseptdə. İnşallah görüşərik o zaman orada. Çox sağ ol ki, dəvətə görə. Mən bu podkastda böyük uğurlar arzu edirəm. Çünki həqiqətən də yanaşman, fikir verdiyin qonaqları sadəcə çağırmırsan, onlarla maraqlanırsan, onların görünən, görünməyən tərəflərini başa düşməyə çalışırsan və ona uyğun suallar hazırlayırsan. Bu çox böyük bir əziyyətdir, zəhmətdir və bunu sən verdiyinə görə də bu podkast uğurludur və belə də davam eləmək lazımdır. Çox sağ ol ki, dəyərli vaxtını ayırdın, gəldin. Mənim üçün çox dəyərlidir. Sənin vaxtın da, fəaliyyətin də, yaradıcılığın da çox sağ ol.
Dostlar, siz isə bizi şərhlərdə tək qoymursunuz. Növbəti podkastlarda görüşənə qədər.